Salam, hər vaxtınız xeyir olsun. Mən Erbil Akademinin Azərbaycan dili müəllimi Nərmin Xalı Qızadə. Bu videomda sizə 9 fevral tarixində kursumuzda onlayn qaydada keçirilmiş sınağın Azərbaycan dili suallarını izah edəcəyəm. Keçək sualların izahına. Sual 1. Hansı cümlə yəli halda olan isimlə başlayır? Diqqət edək. İsim olmağı mütləqdir. A variantı ola bilməz. Çünki xəstənin vəziyyəti yaxşılaşırdı. Burada xəstə sözü sifətdir. İsimləşib, ismadi xüsusiyyəti özlərinə götürüb, amma yenə də sifət olaraq qalmağını unutmuruq. Yəli hal şəkilçisi götürüb isimləşir, amma yenə də sifətdir. Ümumiyyətlə, yadda saxlayın, sifət isimləşərkən, eyni zamanda say isimləşərkən isim olmur, isimləşir, ismin xüsusiyyətini götürür. Sözsüz ki, burada ismə dair qrammatik şəkilçiləri götürür. Amma qeyd elədiyim kimi, sifət kimi qalır, A olmaz. B variantı sən sözü əvəzlikdir, isim deyil, ola bilməz. C variantında birincilərin çıxışı maraqlı idi. Burada birincilərin yenə say isimləşib, amma yenə də say olaraq qalıb, ola bilməz. D variantında qocalara hörmət etmək lazımdır. Qoca sözü sifətdir. Burada isimləşib, kimsə ona cavab verir, amma yenə də sifətli ola bilməz. E variantda gəncliyin, baxın burada gənc bəli sifətdir. Ümumiyyətlə yadda saxlayın. Sizə bir neçə sözlər deyəcəm. Qoca, gənc, xəstə, igid, körpə, cavan. Bu sözlər sifətdir. Eyni zamanda gənc sözü də sifətdir. Amma gənclik artıq lıq şəkilsi artırmaqla isim düzəldi. Yəni E variantını götürə bilərik. Gənc sözü sifətdir, gənclik isim düzəldi, deməli sifətdən isim düzəldi. İn şəkilsi də yəli hal şəkilsidir. Və sualımızın da düzgün cavabı eləməz E variantıdır. Və keçək növbəti sualın izahına. Sual 2. Fikirlərdən hansı səhvdir? Baxaq. Onlarla minlərlə tipli sayılardan sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilir. Bəli, düzgündür. Həm təkdə ola bilər, həm cəmdə ola bilər. Ümumiyyətlə yadda saxlayın, sizə bir sıra sayılar qeyd edəcəm. Çox, çoxlu, onlarla, yüzlərlə, minlərlə, minlərcə. Bu tipli sayılardan sonra gələn isimlər təkdə də işlənə bilir, cəmdə də işlənə bilir. Sonra biraz bir qədər sayılarından sonra gələn isimlər cəmdə olur, bu səhvdir, təkdə olar. Məsələn, bir az kitab, bir qədər odun və s. Deməli, sualın cavabı B idi, çünki səhv fikir istəyirdi. C variantında bir neçə bir qədər sayılarından sonra gələn isimlər təkdə olur. Bəli, təkdə olur. Çoxlu sayından sonra gələn isimlər həm təkdə, həm cəmdə ola bilir. Bəli, bu da doğrudur. Bir az xeyli sayılardan sonra gələn isimlər həmişə təkdə olur. Bu da doğrudur. Sualımızın düzgün cavabı qeyd elədiyim kimi B variantıdır. Keçək növbəti suala. Nümunədəki əvəzliyin məna növlərini və sayını müəyyən edin. Baxaq. Bu suala cavab verə bilmək üçün biz əvəzin növlərini bilməliyik. Bir işin varsa, o işin yerinə yetirilməsinə özün nəzarət elə. Çünki heç kəs sənin mənfəətini öz mənfəətindən üstün tutmaz. Bir işin varsa o iş burada, o burada işarə əvəzliyidir. Ümumiyyətlə o iş əvəzliyi həm şəxsdir, həm işarədir. Hansı suala cavab verəndə işarə olur, kim suala cavab verəndə şəxs olur. Bu da o iş, hansı iş işarədir. Özün nəzarət elə, öz təyin əvəzlikdir. Heç kəs qeyri-müəyyən əvəzlikdir. Qeyri-müəyyən əvəzlikdir. Sən şəxsdir. Öz yenə təyin əvəzlikdir. Deməli, iki təyini, bir işarə, bir qeyri-müəyyən, bir şəxs. Sualımızın düzgün cavabı E variantıdır. Sonra keçək növbəti sualımıza. Sual 4. Verilən xüsusiyyətlərin aid olduğu əməli yazı növü. Adətən xüsusi komissiyanın iştirakı ilə tərtib olunur. Sənədin əvvəlində sol tərəfdə tərtib edilən yer, sağ tərəfdə tərtib edilən gün, ay, il göstərilir. Sonunda tərtib edənlərin imzası olur. Söhbət aktdan gedir. Sualımızın düzgün cavabı D variantıdır. Sual 5. Nümunədə işlənmiş köməkçi niksələri ilə bağlı səhv fikirləri müəyyən edin. Sən danışdıqca sanki məndə Dağıstan igidlərini görürəm. Ah, Banu, doğrusu mən buraya gələnəcən səni bu qədər istədiyimi bilmirdim. Baxaq, ardıcıl olaraq modal söz, ədat, nida, modal söz və qoşma işlənib. Gəlin burada işlənən biz ilk öncə köməkçilərin altına xətt çəkək. Sanki, mən də, sonra A,
Sonra doğrusu, bir də can. Baxaq burada. Modal söz, ədat, nida. Baxın, modal söz bəli var. Mən də Dağıstan igidlərini görürəm. Baxın, burada mən də həmçinin. Dadə bağlayıcıdır. Ümumiyyətlə yadda saxlayın, dadə həm bağlayıcıdır, həm ədatdır. Əgər dadə iştirak rolundadırsa cümlədə, məsələn, mən də səni gözləyirəm, mən də həmçinin səni gözləyirəm və yaxud sən də məni düşünürsən, sən də həmçinin məni düşünürsən, bu halda bağlayıcı olur. Amma ədat olanda belə deyil, ədat qüvvət verir. Məsələn üçün, ay uşaq, yat da, bax burada qüvvət verir. Və yaxud gəl də, bu da qüvvət verir, yəni ədatdır. Və bu sualda deyir ki, ardıcıl olaraq modal ədat işlənir. Bu yanlışdır. Çünki ardıcıllıqda modal ədat deyil, modal daha sonra bağlayıcıdır. Deməli, elə bir səhvdir. 2. Bənzətmə, müqayisə və güman, şübhə bildirən modal sözlər işlənmişdir. Baxaq, sanki, bəli, bənzətmə bildirən modal sözdür. Amma burada doğrusu təsdiq bildirən modal sözdür. Yəni bu güman şübhə deyil axı. İkini götürək, çünki elə səhv istəyir bizdən. Kitabdan əvvəl işlənmiş ah həm çağırış, həm də təəccüb bildirən nidadır. Bu yanlışdır. Burada ah təəccüb bildirmir axı. Yəni çağırış nidası deyil axı. Burada ümumiyyətlə o təəssüf bildirən bir nidadır. Yəni 3 səhvdir. Yaxşı, 4. Nümunədə dək qoşmasının sinonim işlənib. Sualımızın cavabı çıxdı. 1, 2, 3-dür. Nümunədə dək qoşması sinonim işlənib. Bəli, işlənib. Can burada qoşmadır. Bu doğru fikirdir. İkinci cümlədə köməkçi kisələrlə bağlı vergül şairələr düzgün qoyulub. Baxaq. Deməli, burada nidadır, düzdür. Banı xitabdır, doğrudur. Doğrusu modal sözdür, bu da doğrudur. Deməli, elə sualımızın düzgün cavabı qeyd etdiyim kimi 1, 2, 3, yəni C variantıdır. Keçən növbəti suala. Həm isim, həm də sifət kimi işlənə bilən amonim sözü müəyyən edin. Sualımızın düzgün cavabı C variantıdır. Çünki buruq həm isim, həm sifət kimi amonim ola bilir. Məsələn, buruq saç dedikdə burada olacaq sifət. Amma neft buruğu kimi götürsək, bu halda olacaq isim. Keçək növbəti suala. Sual 7. Vuruqsu dəyişməklə mənası dəyişən sözləri müəyyən edin. A variantına baxaq. Satirik, şaxta, klassik. Elə sualımızın düzgün cavabı A variantıdır. Necə olacaq? Məsələn, baxın, bir var deyirik ki, o satirikdir. Satirik. Burada vurğu düşdü i-yə, birinci i-yə. Amma mən desəm ki, satirik şair, burada vurğu düşəcək son hecəyə. Deməli, görürsünüz, satirikdir, klassikdir, romantikdir. Bu kimi sözlər vurğusu dəyişməklə mənası dəyişən sözlərdir. Eyni zamanda şaxta sözü də vurğusu dəyişmək mənası dəyişir. Məsələn, desəm ki, şaxta çox sərt idi, düşəcək aya. Amma desəm ki, fəhlələr şaxtanı tərk elədilər, burada vurğu düşəcək ilk hecaya. Klassik. O klassikdir desəm, vurğu düşəcək aya. Klassik yazar desəm, burada vurğu düşəcək son hecəyə. Düzgün cavab A-dır. Digər variantlarda diqqətli olun. Lirik sözdə düzdür, vurğu dəyişməklə məna dəyişir, satirik də həmçinin dəyişir, amma nərə yox. Çünki burada ümumiyyətlə nərə sözüdür, dava sözüdür. Baxın, C variantında da var dava, nərə. Bu sözlər uzanmaya görə mənası dəyişən sözlərdir. Məsələn, mən deyirəm ki, Koroğlunun nərəsi burada uzanacaq. Amma vurğu yenə də son hecadadır. Bir də deyirəm ki, nərə balığı. Burada heç bir uzanma yoxdur, amma vurğu yenə də ədədir. Yəni bu sözü vurğuya görə biz dəyişmirik. Vurğu öz yerində qalır. Sadəcə uzanmaya görə biz mənasını dəyişirik. Eyni zamanda dava da bunun kimidir. Uşaqlar dava elədilər desəm, burada vurğu yerində qalır. Sadəcə uzanmaya görə məna dəyişir. Amma bir də var deyirəm ki, dava dərman. Burada artıq heç bir uzanma yoxdur, artıq məna dəyişir. Davadır, nərədir, sonra əyandır. Bu kimi sözlər uzanmaya görə mənanı dəyişir. Yəni burada vurğunun yeri standart eynidir. Sonra məsələn D variantında elektriklə romantiki, bəli, biz götürə bilərik vurğu dəyişməklə mənası dəyişən söz kimi. Amma lövhəni götürə bilmərik. Bundan başqa E variantında da biz dimdiklə romantiki götürə bilərik, amma nərəni götürə bilmərik və bunu da bayaq qeyd elədim. Və qeyd elədiyim kimi düzgün cavab A variantıdır. Sual 8. Sözlərdən biri yazıldıq kimi tələffüz olunur.
Sualımızın düzgün cavabı B variantıdır. Qənaət. Yadda saxlayın. Qənaət, şücaət, bəraət. Bu kimi sözlərin yazışı və tələffüzü eynidir. Heç bir fərqi yoxdur. Palıd sözü sonu BD, GC ilə bitən sözlərə aiddir. Bu sözün yazışı D-dır, tələffüzü T-dır. Yəni fərqi var. Sonra burada şək, şünas fərqi var. K. D-də mənbə, N, M-ya keçir. E variantında mərifətdir. Fərq var. Keçək digər sual 9-a. Cümlələrin birində idi hissəci xəbər şəklinin indiki zamanına əlavə olunmuşdur. Baxaq. Ümumiyyətlə idi hissə, idi yadda saxlayın. Həm keçmiş zaman idinin qısaldılmışı di hissəci kimi də bizim qarşımıza çıxa bilər və keçmiş zaman şəkilçisi kimi də. Bu zaman yadda saxlayın ki, ümumiyyətlə bir sözdə heç vaxt iki şəkil yanaşı işlənə bilməz. Məsələn, deyirəm ki, yazırdı, yazırdı, yazırdı. Bir dənə də yazıram ki, məsəl üçün, yazdısa. Baxın, bu iki sözə diqqət etsəniz, bax, görərsiniz ki, yazırdı sözündə sözün kökü yazdı, birinci gəlib, deməli, indiki zamanda da oldu hissəcik. Amma bu digər sözdə isə sözün kökü yenə də yazdı. Burada artıq d keçmiş zaman oldu, sa hissəci oldu. Yəni burada biz diqqət etməliyik ki, birinci gələn şəkildir. Məsələn, yazırdı sözündə baxır tələbə, deyir ki, hə, bu söz keçmiş zamandadır, amma elə deyil, indiki zamandadır. Niyə? Çünki birinci gəlib. Həmçinin digər yazdısa da sözündə də şərt şəkli yoxdur. Keçmiş zamandır. Niyə? Çünki d birinci gəlib. Siz yadda saxlayın, feilin şəkilləri kökə və ya başlanğıc formaya artırılır. Və indi bu sualda isə az bir zaman bizə deyir ki, idi hissəci xəbər şəkli indiki zamanla artırılıb. Məsələn, baxın, hamısını baxın, bizi biraz çaşdıra bilər. Bir dənə C variantında sözün kökü gətirdi. Burada indiki zaman yoxdur. C avtomatik tez bir zamanda biz C-ni çıxara bilir, amma diqqətsizlik eləyib gedib C də götürə bilərsiniz ki, irdi, amma orada sözün kökü gətirdi. Yaxşı, digər variantları bəs necə? Az bir zamanda qazandığı hörməti itirdi. Baxın, şəkilçisi yadda saxlayın. Leksik şəkilçi də ola bilər, qrammatik şəkilçi də ola bilər. Əgər şəkilçisinə maq artıra bilirsinizsə, bu leksikdir. Məsələn, burada itmək sözün köküdür. İtirmək leksikdir. İtmək sözün köküdür. İtirmək leksikdir. D oldu keçmiş zaman. Deməli, burada hissəcik yoxdur, nə də indiki zaman yoxdur. Və yaxud B variantı bitmək, bitirmək leksikdir. D yenə oldu keçmiş zaman. Burada heç indiki zaman yoxdur. Həmçinin hissəcik də qeyd olunmuyor. Tezliklə onun ünvanını tapıb gətirdi. Burada da qeyd elədik ki, sözün kökü gətirməkdir. D keçmiş zamandır. D variantında döyüşün ən qızğın vaxtında özünü yetirdi. Yetmək, yetirmək, yetirdi. Yetirmək. Görürsünüz, yenə də maq şəkilsi artırdıq, dedik leksikdir, D oldu keçmiş. İndi E-yə baxaq, paylamaq, paylayırmaq deyə bilmirik. Oldu indiki zaman, D oldu hissəcik. Demək, görürsünüz, variantların bir dənə C-ni çıxırıq ki, orada yoxdur. Digər variantlara baxsaq, A, B və D-də bütün lara maq artırdıq və D-ları keçmiş elədik. Amma E-də biz o maq artıra bilmədiyimizə görə oldu indiki zaman, D isə hissəcikdir. Demək ki, sualımızın cavabı da məhz E variantıdır. Və keçək növbəti suala. Sual 10. Arandan yaylığı tələsir yağış misrasında ədəbi dilin hansı norması pozulub? Baxın, bu şeir nümunəsidir. Ümumiyyətlə normalarla bağlı bir qeydlər deyim sizə, qısa qeydlər. Normalarda, məsələn, bu sualın düzgün cavabı D variantıdır. Qrammatik norma. Niyə? Çünki yadda saxlayın, əgər şeir nümunələrində, belə deyim, xəbər mübtəda ilə biz ümumiyyətlə fərq etməz hansı cümlə olur olsun. Əgər mübtəda ilə xəbərin uzlaşmasında bir pozuntu varsa, bu qrammatik normanı pozur. Daha sonra biz diqqət etməliyik qrammatik normada xəbərə. Yəni, əgər inversiya varsa cümlədə, xəbər yerini dəyişibsə, bu da qrammatik normanı pozmuş olacaq. Məsələn, burada arandan yaylığa tələsir yağış, tələsir xəbər sonda olmalıdır da, bu qrammatik normanı pozur. Amma bu sualda bəzən tələbə çaşır, deyir ki, yağış tələsə bilməz, məcazlıq var və burada leksik pozuldu.
pozuldu, amma belə də deyil. Bəzən tələbə heç bu xəbərə diqqət eləmir. Elə gedir, məsəl üçün leksik götürür, amma bu da yanlışdır. Niyə yanlışdır? Siz yadda saxlayın. Məcazi mənalı sözlər leksik normanı pozmur. Məcazi mənalı sözlər daha da leksik normaya gözəllik gətirir. Yəni bu heç bir norma pozuntusu deyil. Leksik norma odur ki, söz tamamilə səhv işlənsin yerində. Məsələn, səksəkəli hadisə hamını narahat edirdi. Hadisə səksəkəli ola bilməz. Hə, bu leksik normanı pozdu. Yəni sözün mənasına bələd olub, onu düzgün yerində işlətməyi tələb edir leksik norma. Ə, yəni düzgün cavabımız qısacası D variantıdır. Və bir də sizə bir qeyd də deyim. Şeir nümunələrində belə şairin adı görürsünüzsə, şairin adını siz leksik norma götürə bilərsiniz. Çünki şeir nümunələrində şair qafiyə uyğunluğuna görə xəbərin yerini dəyişə bilir və bu halda da ədəbi dilin qrammatik norması pozulmuş sayılır. Sual 11. Biri yanlışdır. Yazım növləri ilə bağlı bir sualdır. Baxaq A variantına. Orxan Yenisey hövzələrində tapılmış daş kitabələr piktoqrafik yazı növünə aiddir, səhvdir. Bu fonoqrafik yazı növünə aiddir, yəni hərfi yazı. Ümumiyyətlə yazının 4 inkişaf mərhələsi var. Birinci yazı növü əşyavi yazıdır. İkinci yazı növü piktoqrafik yazıdır, digər adı şəklidir. Üçüncü yazı növü ideoqrafikdir, digər adı fikridir. Dördüncü yazı növü fonoqrafikdir, digər adı isə hərfidir. Və Orxan Yenisey də yazının ən son növü fonoqrafik yazıya aiddir. Kimya dərslərində istifadə olunan işarəli ideoqrafik yazı nümunəsidir. Bəli, məsələn, deyək ki, H2O, bu artıq kimyadan bir formula olduğunu biz bilirik də. Bizə idea verir bu H2O, ona görə ideoqrafikdir. Hər bir səsin bir işarəli verilmə fonoqrafikdir. Bəli, məsələn, A səsinin bir işarəsi var, düzdür. Ayaqqabı dükanı vitrində olan ayaqqabı şəkli burada da yanlış cavabımız elə A olacaq. Çünki Orxan Yenisey qeyd elədi ki, fonoqrafikdir və bizdən elə səhv istəyirdi. D variantında ayaqqabı dükanı vitrinlərində olan ayaqqabı şəkli piktoqrafikdir. Bu doğrudur. Çünki biz ayaqqabının şəklini görəndə mağazanın üzərində biz artıq bilirik ki, orada o ayaqqabı satılır. Aptek qapısında qaba sarılmış ilan şəkli ideoqrafik yazı növüdür. Bəli, doğrudur. Çünki aptek qapısında qaba sarılan ilan şəkli bizə bir idea verir ki, məsələn, aptekdə ilan yağının məsələn satıldığından bir işarədir. Çox vaxt tələbələr piktoqrafik ilə ideoqrafiki qarışdırırlar. Piktoqrafik yazıda nə şəkli çəkilirsə, onun məna ilə əlaqəsi olur və adətən bu mağaza və dükanların belə deyim, üzərində olan şəkillər bura daha çox aid olur. Məsələn, burada ayaqqabının dükanının vitrində olan ayaqqabı şəkli o deməkdir ki, artıq mən oradan daxil olub o ayaqqabını ala bilərəm. Amma aptek qapısına qaba sarılan şəkli o demək deyil ki, biz gedib oradan ilan alırıq məsəl üçün. Orada bir ilan yağının olduğuna bizə bir işarə verə bilər də məsəl üçün. Demək ki, bu bizə idea verir də. Və düzgün cavab da qeyd elədik ki, A variantıdır. Bu qədər. Keçək növbəti suala. 12. O başa düşdü ki, bu barədə danışmaq faydasızdır. Verilmiş cümlədə budaq cümlənin xəbəri nə ilə ifadə olunub? Bu tabirli budaq cümlə ilə bağlı bir sualdır. Yadda saxlayın. Tabirli budaq cümlədə ki ilə bağlanan mürəkkəb cümlələrdə bu tərəf olur. Budaq, işarəni qoyaq. Bu tərəfdə olur baş. Birinci tərəfdə başdır. Və bizə deyir ki, verilmiş cümlədə budaq cümlə xəbər nəyin ifadə edir? Budaq cümlə buradır da, düzdürmü? Faydası sözdə sifətdir. Demək ki, sualımızın cavabı da B variantıdır. Bu qədər. Bir də desəz ki, bu həmişə belədir. Ki ilə bağlanan budaq cümlələrdə həmişə bu hissə budaqdır? Xeyr, həmişə belə deyil. Əgər cümlənin daxilində təzəcə və yenicə sözü varsa, bu zaman sxem dəyişir. Yəni, budaq birinci tərəf olur, baş ikinci tərəf olur. Keçək növbəti suala. Sual 13. Eyni köklü sözlər olan bəndi müəyyən edin. Baxın, eyni köklü sözlər tapa bilmək üçün siz diqqət etməlisiniz ki, eyni köklü sözlərdə 3 əsas qayda var. Birinci odur ki, eyni köklü sözlərdə məna bağlılığının olmağı mütləqdir. Daha sonra, eyni köklü sözlərdə kök üstəgəl leksik şəkilçinin olmağı mütləqdir. Daha sonra eyni köklü sözlərə kök eyni bir nitq hissəsi olmalıdır. Baxaq, başlayaq A-dan.
Dağlıq, dağda, dağıntı. Baxın, burada dağıntı sözü sadə sözdür. Deməli, kök üstəgəl leksik sxeminə uyğun gəlmir də. Biz dərhal bu sxemə uyğun gəlmədiyinə görə dərhal A variantını buradan çıxara bilərik. Və ya B variantda ımız mənsubə şəkilçisi qrammatik şəkilçidir. Dərhal bunu buradan çıxaraq. Yəni leksik mütləqdir. Və ya C variant dəftərlərlər burada qrammatik şəkilçi olduğunu görürük. Bunu da dərhal çıxara bilərik. Və ya D variantın işlərimizlər burada qrammatik şəkilçidir. Biz bunu görürük, dərhal çıxara bilərik. Düzgün cavab E variantı qalacaq. Burada digər variantlardan da çıxara bilərik. Məsələn, dəftərin qrammatikdir, bu da çıxır. Burada bağda qrammatik şəkilçidir, dadə, yerli halı çıxara bilirik. Yəni bir sözü görməyimiz kifayətdir o variantı kənarlaşdırmağa. Çünki mütləq leksik şəkilçi olmalı. Leksikin yanında qrammatik ola bilər, amma tək leksik ola bilməz. Düzgün cavab E variantıdır. Sıxıntı, sıxdırmaq, sıxışmaq hər birinin kökü sıxmaq feilindən gəlib. Amma burada biz bir qədər ehtiyatlı olmalıyıq. Niyə? Ola bilər ki, sizə belə yazar. Məsələn, sıxlaşmaq. Sıxlaşmaq yazsaydı, bəs necə? Biz bunu da götürərdikmi bu sırada? Yəni dördünü də eyni köklü kimi götürə bilərdikmi? Xeyr. Çünki yadda saxlayın, sizə bir neçə şəkilci qeyd edəcəm. Baxın, lan, 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 laş, lıq, la, al. Kökü sıx və kökü düz olan sözlərdə bu şəkilçiləri yadda saxlayın. Bu şəkilçilər artırılırsa kökü sıx və kökü düz olan sözlərə. Çünki bunlar bir qədər çaşdırıcıdır, daha çox tələbənin səhv elədiyi məqamdır. Siz bilin ki, bu şəkilçilər feillə artırılmır. Yəni bu şəkilçi olan sözün kökü sifət olur. Məsələn, mən burada sıxlaşmağı qeyd eləsəm, sıxlaşmağın kökü sifət olacaqdır. Sıxlaşmaq. Çünki dedik, laş sifəti artırılmır. Üzr istəyirəm, feili artırılmır, sifətdir. Götürməzdi, çünki onun kökü sifətdir. Amma bu şəkilçilərə baxın, ıntı, sıxdırmaq, sıxışmaq, ıntı, dırma, ış. Bu şəkilçilərin görürsünüz, heç biri burada yoxdur da. Demək ki, bunların hamısının kökü feildir. Yəni siz ehtiyatlı olun. Lan, laş, lıq, la, al gördünüz. Bilin ki, o feili artırılmır, kökü sifətdir. Yox, bu şəkilçilər deyil də, başqa şəkilçilər gördünüzsə, onda artıq kökünün feil olduğunu deyə bilərsiniz. Məsələn, burada ıntıdır, feili artırıldı, dırdı, feili artırıldı, ışdı, feili artırıldı. Və yaxud digər bir nümunə də deyim, daha rahat başa düşməyiniz üçün. Məsələn, sıxlıq sözünü götürək, bir dənə də götürək, sıxlaşmaq sözü. Eyni köklüdürmü? Bəli, ikisi də görürsünüz, mən qeyd etdiyim sırada olan şəkilçilərdir və ikisinin də kökü feil deyil, sifətdir. Amma bura bir dənə mən sıx dırmağı qeyd eləsəydim, bunların üçü eyni köklü olmayacaqdı. Çünki dır bu siyahıda olmayan bir şəkilçidir və o feil, o sözün kökü feildir. Amma digər sıxlıqla sıxlaşmağın kökü isə sifətdir. Və ona görə bu üçünü biz eyni köklü saya bilmərik. Yəni, qısacası eyni köklü sözlərdə kök eyni bir nüqsəsi olmalıdır. Xüsusilə də kökü sıx və kökü düz olan sözlərdə çox tələbə səhv edir. Ehtiyatlı olun. Həmin o sözlərə lan, laş, lıq, la, al şəkilçisi artırılıbsa, demək ki, o sözün kökü feil deyil, sifətdir. Əks halda digər şəkilçilər artırılıbsa, bu sırada olmayan, o zaman feil kimi götürə bilərsiniz. Keçək sual 14-də. Feili xəbərli ümumi şəxsi cümlə hansıdır? Bu suala düzgün cavab verə bilmək üçün siz ilk öncə feili xəbər və ismi xəbərin nə olduğunu bilməlisiniz. Xəbər ifadə vasitəsinə görə iki yerə bölünür. İsmi xəbər və feili xəbər. Feili xəbərin feilin şəkilləri və frazeoloji birləşmələridir. Yəni xəbərdə feilin təsvirlənən forması görürsünüzsə, bu feili xəbərdir. Təsvirlənən forma da feilin şəkilləridir. Əmr, arzu, xəbər, vacib, lazım, şərt. Ümumi şəxsi cümlə isə nədir? Ümumi şəxsi cümlədə hərəkət və ya hökm ümumi hamıya aid olur. Gəlin baxaq. Məsələn, feili xəbər deyirsə, biz isim xəbərləri çıxara bilərik. Məsələn, burada isim xəbərdir, C getdi. Yadda saxlayın, feili xəbər mən dedim, feilin təsvirlənən formalarıdır. Bir də frazeoloji birləşmələrdir. Bu sadalaladığımdan başqa nə varsa hamısı isim xəbərdir. Yəni isimdir, sifətdir, saydır, zərfdir, əvəzlikdir. Hətta orada sizə çaşdırıram, məsdər feili sifət ola bilər. Məsdər də ismi xəbərdir. Eyni zamanda feili sifət də ismi xəbərdir. Baxın, burada məsdəri gördüm, ismi xəbərdir. Bu da getdi. Biz üç variant arasında qaldıq. İndi baxaq. Yəni, mən C ilə D-ni məhz feili xəbər olmadığına görə çıxartdım. Yəni, mən əminəm ki, bu feili xəbər deyil də. Bu variantı üzərində qalmaqdan biz vaxt itirməyimizə dəyməz. Keçək növbət digər variantlara. Bizi rəisin otağına dəvət etdilər. Kim? Onlar. Əgər bərpası onlarla gəlirsə, bu olacaq qeyri-müəyyən şəxsi cümlə. Bu da deyil.
Dostu dar günə tanıyarlar. Sualın düzgün cavabı B variantıdır. Ümumi deyimdir. Amma ehtiyatlı olun. Məsələn, buraya yazsaydı ki, dost dar gün də tanınar. O olmazdı. Niyə? Çünki o cümlənin mübtədası var. Əgər ümumi deyimlərin daxilində belə bir mübtəda olarsa, bu müəyyən şəxsi cümlə olur. Məsələn, ev variantında hamı qanuna əməl etməlidir. Bu feili xəbərdir. Çünki malı feilin vacib şəklidir. Ümumi cümləyə oxşuyur. Amma məzmunda düzdür bir ümumilik var. Amma bu cümlədə nə var? Mübtəda. Bax, bu mübtəda varsa, biz artıq deyirik ki, bu müəyyən şəxsi cümlədir. Qurtardı. Yəni siz ehtiyatlı, diqqətli olun. Mübtəda varsa, artıq deyəcəksiniz bu müəyyən şəxs cümlədir. Çünki müəyyən şəxs cümlədə mübtəda olur. Yəni onun mən ümumi olduğunu görüm, dərhal deyim ümumi şəxsidir, belə deyim. Mübtəda varsa qeyd edəcəksiniz ki, bu müəyyən şəxsi cümlədir. Bu qədər. Sualımızın düzgün cavabı B variantıdır. 15. Hansı cümlə üzvü əlavəli işlənmişdir? Əlavə cümlədə özündən əvvəlki üzvü izah edən, dəqiqləşdirən sözə və ya söz birləşməsinə deyilir. Başlayaq, görək bu sualın cavabı nədir? Deməli, axtardığımız muzey aşağıda Rəsul Rza küçəsindədir. Yəni Rəsul Rza küçəsindədir. Özünüzdə bir yəni bura artıra bilərsiniz. Baxın, bu hissə Rəsul Rza küçəsi, bir dəqiqə, Rəsul Rza küçəsi burada görürsünüz, bu hissə əlavədir. Bu hara əlavə gəlib? Bu bura əlavə gəlib də. İndi biz əlavəni tapmaq üçün iki yolla tapa bilərik. Ya istəyirsiniz əlavəni cümlədən çıxarın. Məsələn, Rəsul Rza küçəsindədir. Rəsul Rza küçəsi burada əlavədir. Çıxarın bunu. Axtardığınız muzey aşağıdadır. Aşağıdadır sözü xəbərdirsə, əlavəni çıxaranda. Deməli, bu da xəbərin əlavəsidir də. Və yaxud belə də tapa bilərsiniz. Xəbərin əlavəsini dır da artıra bilərsiniz. Aşağıdadır, Rəsulza küçəsindədir. Məsələn, buraya yazsaydı ki, axtardığınız muzey aşağıda və yaxud aşağıda məni gördüyün yerdə yerləşir, məsələn. Aşağıda, yəni məni gördüyün yerdə yerləşir. Baxın, burada aşağıda, yəni məni gördüyün yerdə. Harada? Aşağıda. Burada artıq zərfin əlavəsi olacaqdır. Amma aşağıda Rəsul Rza küçəsindədir. Artıq bu oldu xəbərin əlavəsi. Çünki aşağıdadır xəbərin əlavəsidir. Dır artırıb da tapa bilərsiniz. Ya da o əlavəni oradan çıxarın. Təhlil eləyin. Bu hissə hansı cümlə özvüdürsə, bu da avtomatik onun əlavəsi olur. Və sualımızın düzgün cavabı da oldu D variantı. Bu qədər. Ümid edirəm ki, sizlərə az da olsa nəsə kömək ola bildim. İnşallah videolarımızın ardı olacaq. Sağ olun, salamat qalın, gecəniz xeyrə qalsın.